yenilənən məlumatlar dedikdə qeyd etmək yerinə düşərdi ki, burada məhz arxiyepiskop Mikail Ajapaxyan və bütün ermənilərin katolikosu 2-ci Qaregin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə Üçməcizin kafedralında çıxıblar və bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb. Məlumata görə kilsədə vəziyyət son dərəcə gərgindir. Din xadimləri və etirazçılar hüquq mühafizə orqanlarının əməkdaşlarının onları, yəni 2-ci Qaregini aparmasına imkan verməməyə çalışırlar. Hazırda yenilənən son məlumata görə məhz kilsədə vəziyyət yenidən gərginləşib, insanlar girişi bağlayıblar və kafedralın həyətində hüquq mühafizə orqanlarının əməkdaşları ilə din xadimləri arasında əlbəyaxa dava gedir deyə Ermənistan mətbuatı məlumat paylaşıb. Bir daha qeyd edək ki, məhz Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları 2-ci Qareginin həbsi üçün kilsəyə yaxınlaşıblar və orada din xadimləri ilə onların arasında toqquşma baş verib. Hazırda vəziyyətin daha gərgin olduğu deyilir və keşişlərin həmin girişi bağladıqları vurğulanır. Eyni zamanda 2-ci Qaregin tərəfdarları da oradadır. Yəni burada sadəcə din xadimləri yox, digər insanların olduğu ilə bağlı da məlumatlar yazılır, paylaşılır və məhz 2-ci Qareginin həbsi üçün gələnlər onu apara bilmirlər. Ona görə ki, insanlar maneə yaradırlar və girişi bağlayıblar deyə məlumat paylaşılıb.